qəşəng alınmadı. Mən nə cür yazsam görəsəm mən. Mı yenə əyri çıxdı. Yox, bu da qəşəng alınmır. Get buradan. Görüm nə yazım buradan mən. Məktəbə. Tığının niyə xətti əyri gedir axı? Bu da qəşəng olmadı. Get buradan. Mən necə yazım bunu? Necə yazım mən? Məktəbə gedirəm. Bunun da ucu qəşəng deyil. Atama deyəcəm təzəsini alsın. Bunlar niyə əyri yazırlar, sonra deyirlər ki, cırtdan əyri yazır. Necəsiz? Hər vaxtınız xeyir olsun. Cırtdan salam. Yaxşı gəlmirsən. Bu nə vəziyyətdir bura? Heç nə, ay çiçək bacı. Cırtdan bunlar nədir belə? Heç nə. Xora bax elə, bu nədir? Cırtdan. Əyri çıxdı yenə də. Başımı qarışdırma la çiçək bacı. Gəlmirsən salamımı ver, imkan ver, yazımı yazım. Başa düşmürəm mənə. Cırtdan, bu nə hərəkətdir, bu nə işdir? Yenə pis oldu. İndi mən necə deyim? Çeynəmə onu, nə edirsən sən? Cırtdan. Nəsə uşaqlar, bu cırtdan yenə öz aləmindədir. Siz görmüsünüz nəsə olub? Bu yenə pis alındı. Nə oldu? Alınmır çiçək bacı, alınmır. Nə alınmır? Yazılarım da görüm. Yazılarım əyri çıxır. İmkan vermirsən ki, mən də qəşəng yazım. Mən imkan vermirəm indi. Danışırsan ancaq başım da qarışır. Sonra qələmin ucu da çorlanıbdır. Bilmirəm necə eləyim. Bu da əyri yazır. Sonra müəllimə mənə deyəcək ki, cırtdan əyri yazmısan sən. Qəşəng deyil xəttin. Cırtdan, bu cür hövsələsizliklə mümkündür ki, sən qəşəng yazasan. Mütləq. Səbirlə, qəşəng yaz da nə olacaq ki? Qəşəng yazmağın. Tez yazırsan, özü bu nədir? Bu nə gündədir? Bu kağızlara bax elə. Dəymə, əyri yazmışam. Əyri yazmışam orada. M hərfinin ucu əyri getdi orada. Qəşəng yazmır da. Neyniyim ay çiçək bacı? Neyniyim axı mən? Cütdən, nə eləməlisən, mən sənə deyim də. Gərək bir dənə dəftərin ayrıca olsun ki, qəşəng yazasan. Orada məşq eləyəsən. Sonra nəinki bir dənə yazırsan, cırırsan, bir dənə yazırsan, cırırsan. Belə olmaz axı. Cırtdan day o qədər bekardır ki, bir dənə qaralama tutacaq, bir dənə də təzə dəftər tutacaq. Gah ora yazacaq, gah bura. Bəs onda cırtdan bu qədər bekardır ki, sonra bunları yığışdıracaq. Kim yığışdıracaq bunları? Sən. Mən yığışdıracam, niyə mən? Buranı kim təmizləyir o? Bura bax. Nədir ki? Heç nə, nə deyirəm ki? Yox, heç çiçək bacı, mənim ürəyim istəyir ki, ancaq bir dənə bu dəftərə yazım, səliqəli olsun. Sonra desinlər ki, cırtdan, sən nə qəşəng yazı yazmısan. Yaxşı, cırtdan. Gedək tapmacaya, tapmacanın vaxtıdır. Tapmacadan sonra sənə izah eləyərəm nədir, nə deyil. Görək də izah eləyə bilsəm. Uşaqlar, getdik tapmacaya. Tez qulaq asın, qəşəng tezdə cavab yazın aşağıdakı nömrəyə. Getdi, cırtdan. Gedirik. Tapmacaya getdik. Getdik uşaqlar. Uşaqlar, bugün də sizə çox maraqlı, ola bilər çətin, ola bilər asan bir tapmaca hazırlamışam. Görək siz necə fikirləşəcəksiniz? Tapmacamıza keçək. 4 qardaşım var, 4'ü də bir boyda. Nədir cavab? 4 qardaşım var, 4'ü də bir boyda. Yaxşı fikirləşin və aşağıdakı nömrələrə mütləq yazın və göndərin. Bəli, cırtdan. Görürəm ki, bugün də gəlmirsən, nənəsənci bir nağıl danışsın, hə? Danış nənə. La. Sən otur, yaxşı, mən sənə qəşəng bir nağıl danışacağam. Elə bir nağıl danışacağam ki, sənə çox faydalı olacaq. Deməli belə, biri var idi, biri yox idi. Bir Əsmər adında məktəbli qız var idi.
Amma bu Əsmərin çox pis bir adəti var idi. Nənə, nə edirdi ki? Dərslərini yaxşı oxumurdu? Yox ay bala, oxuyurdu. Amma əşyalarına qarşı çox pis rəftar edirdi. Məsələn, evə çatan kimi çantasını bir yerə atırdı, kitablarını bir yerə atırdı, paltarlarını ayrı bir yerə, corablarını, ayaqqablarını elə hər yerə səpələyirdi ki, otaq bütün onun əşyalarıyla dolu olurdu. Nə anası nə qədər ona deyirdi ki, ay bala, biraz səliqəli ol, əşyaları bir yerə qoy ki, sabah dərsə gedəndə tapa biləsən. Amma Əsmər heç sözə qulaq asmırdı. Günlərin bir günündə Əsmər yenə məktəbdən gəldi, əşyalarını hər yerə dağıtdı və başını atıb yatdı. Axşam Əsmərin əşyaları cana gəldi. Nənə, neynədilər ki? Bəli, cana gəldilər. Dərdləşdilər, ay bala. Corab dedi. Nə qədər çarpayın altına atılmaq olar? Lap bezmişəm mən. Bunun səsini eşidən paltarı dilləndi. Heç məni demirsən, mən yazığın nə günahı var? Elə həmişə qırış-qırış oluram. Heç kəs məni səliqəli görmədi. Bunu eşidən ayaqqabının dərdi açıldı. Ay, çoxdan da öz tayımı görə bilmirəm. Həmişə mənim tayım ayrı yerdədir. Belə bütün əşyalar ağlaşdılar. Dedilər ki, gəlin bir iş görək. Gəlin bu cür sahibdən çıxaq gedək. Nədir, bizim qədrimizi bilmir. Hara gəldi atır. Bizdə özümüzə görə bir əşya yox. Səliqəli. O gecə onlar qaçıb gizləndilər. Səhər oldu. Əsmər yuxudan ayıldı. Nə görsə yaxşıdır ay cırtdan. Nənə, nə gördü ki? İndi deyəcəm. Heç nə görmədi ha bala. Gördü ki, bütün əşyaları yoxdur. Həm də dərsə gecikirdi. Bilirsən də, səliqəsiz olan uşaqlar dərsə qarşı da səhlənkar olurlar ay bala. Durub tələm-tələsik başladı əşyalarını axtarmağa. Ay Allah, ay ana corabım hanı, ay ana paltarım hanı, ay ana ayaqqabım hanı. Düz bir saat əşyalarını axtardı. Axır ki, güclə, balayla bunları tapdı. Tez ayaqqabını giydi, paltarı ilə qırış-qırış əyninə saldı, sumkanı, kitabları basıb qaça-qaça dərsə getdi. Heç səhər yeməyini də yeyə bilmədi. Dərsə girəndə artıq dərsdən bir saat keçmişdi ay bala. İçəri girdi. Uşaqlar hamı Əsmərə baxdı. Əsmərin üstü başı nə gündədir bilirsən, ay cırtdan? Yox, nənə, neynəmişdi? Pindi gəlmişdi? İndi sənə deyəcəm necə olacaq. Paltarı qırış-qırış, ayaqqabısı batıq, corabları biri yuxarıda, biri aşağıda, saçlarını da heç yığa bilməmişdi. Bunu görən uşaqlar hamı gülüşdülər. Müəllim də onun üzünə gözünə baxdı, dedi, ay Əsmər, bu nə halda gəlmisən? Əsmər çox utandı, çünki istəmirdi dostları onu elə görsün. Müəllimi onu nəsihət elədi və dedi ki, Əsmər, məktəbə belə gəlmək olmaz, sən niyə bu cür dərsə gəlmisən? Əsmər həmin gün çox peşman oldu və çox fikirləşdi ki, yəqin ki, əşyaları ilə doğru rəftar etməyib. Hə, axırda başa düşdü də, hə, nənə? Bəli, Əsmər ağıllı qız idi, amma ki, səliqəsinə fikir vermirdi. O gün ona çox böyük bir dərs oldu. O gündən etibarən, çünki onun əşyaları küsmüşdülər, onlarla bir daha küsülü olmasın deyə, bir də çıxıb getməsinlər deyə əşyalarına qarşı səliqəli oldu. Hə bala, nağlımız da burada bitdi. Nənə, çox maraqlı idi, çox sağ ol. Mən də bəzi əşyalarımla yaxşı rəftar eləyəcəm. Yaxşı, cırtdan. Burada belə yazın, burada bu cür. Cırtdan. Bu da alınmır. Hə, çiçək bacı, nədir? Nə olub? Yaxşı da cırtdan. Deyən görüm atma. alınmır. Bir dəqiqə, atma. Bunlar nədir belə? Mən bir də bir açım baxım görüm bunlar nədir belə. Baxaq Heç görək. çiçək bacı yazmışam, əyri çıxıb, xoşuma gəlməyib. Birində mum. Bu nədir ay cırtdan? Mum. Uşaqlar bir buna baxın. Buna baxın. Nə? Bir balaca yazıb atıb qırağa. Bu nədir ay cırtdan? Xəttim deyirəm, qəşəng çıxmayıb da çiçək bacı. Bəs sən bayaqdan nə danışıram sənə, hə?
Ona görə xəttim qəşəng çıxmadığı üçün yazıram, görürəm ki, qəşəng çıxmayıb, vərəqə atıram. Yazıram, qəşəng çıxmır, atıram kənara. Bezdim lap. Elə müəllimə mənə deyəcək ki, ay cırtdan, niyə bu cür yazırsan sən? Niyə əyri yazmısan sən? Yaxşı cırtdan, bir dəqiqə dayan. Mən də bayaqdan deyirəm ki, nə deyirəm? Deyirəm ay cırtdan, bir dənə qaralama tut, qəşəngcə ora yaz. Gördün xoşuna gəlmir, poz. Olmadı, yenə də həmin qaralamaya yazarsan. Cırtdan, mən səninlənəm ha. Ay cırtdan. Hə. Eşidirsən məni? Hə. Sən edirsən orada? Ay çiçək bacı, elə sən də hər şeydən səhv tutursan. Bəsdir də dayı. Onu belə elə, bunu belə elə. Nə olub? Kağızı da cırılır, gedib təzəsini alacam. Karandaşdır, xarab olur, gedib təzəsini alacam. Xətkeşdir, qırılır, gedib təzəsini alacam. Nə var ya burada, almaq asandır da. Bəli, almaq asandır. Amma bir məsələ də var ki, o qədər kağız, o qədər nə bilim qələm, bunlar nə ilə alınır çox maraqlıdır. Yəni elə belə alırsan, atırsan, alırsan, atırsan, cırtdan. Ay cırtdan, çeynəmə onu. Cırtdan. Hə. Niyə çeynirsən onu? Mən həmişə fikirləşəndə belə eləyirəm. Dadlıdır, hə. Mən həmişə fikirləşəndə bu cür eləyirəm də, qələmin başını dişləyirəm. Sonra ilham pərilərim gəlir. Cırtdan ilham pəriləri İlham pəriləri. Gəlin bura. Gəlin cırtdana kömək olun. Kömək olun ki, qəşəng yazım mən, sonra aparım müəllimə verim. Bax cırtdan, qəşəng yazmaq üçün bir məsələ də var. Hövsələ ilə yazasan gərək. Papağım da oynayır məndən. Cırtdan heç mənə belə qulaq asmaq istəmir. Hə? Deyirəm, heç mənə qulaq asmaq istəmirsən. Mən elə belə oturum, baxım. Onu mən uşaqlarla danışım, söhbət edeyim. Uşaqlar, siz necə? Aha, yaxşı. Deməli, siz də istəmirsiniz, hə? Bəli, biz də istəmirik cırtdan bu cür görək. Evi yoxdur, siz necə edirsiniz? Siz də belə qarandaşın başını dişləyirsiniz, xətkeşinizi sındırırsınız. Hələ bu pozana baxın, siz də pozanı bu vəziyyətdə salırsınız. Hələ bunun arxasına, cırtdan yazıb arxasına. Cırtdan. Bu nə pozan vəziyyət? Bu pozanı mitləsin deyə ona görə demişəm ki, yazmışam. Zəng gəlir, zəng gəlir. Hə, gedək uşaqlar. Zəngdən sonra hamısını sizə göstərərəm. Gedək müsabiqəyə aşağıdakı nömrələrlə əlaqə saxlayın və ora müraciət edin müsabiqə şəklində. Getdik uşaqlar, getdik. La 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 la. Salam mənim dostum, necəsən? Sağ ol, yaxşı. Oyunumuza xoş gəlmisən. Təzə dostumuzun adı nədir görəsən? Murad. Murad, neçə yaşın var? Qəhrəman Murad. 13 yaşım var. Neçə? 13. 13. Hə, onda lap böyük qəhrəmansan sən. Hazırsansa başlayaq oyunumuza. Buradakı gördüyün xanalardan birini... Hə? Başlayaq deyirəm. Burada gördüyün xanalardan birini seç və mənə denən. Mən də həmin xananı açım, daha sonra gedək oyun oynamağa. Onda 3'ü. Üçüncü xana açılsın. Getdik. Dostum Murad. Yekə qəhrəman Murad. Cırtdanın dostu Murad. Hazırsan oyunumuza. Bax, bu oyunumuzda qaydalar bu cürdür ki, bir dənə yumurta var. Və bir kasanın altında gizlədəcəklər. Və sonra kasa fırlanacaq və sən yumurtalı kasanı tapmalısan və mənə deməlisən. Başa düşdün oyunumuzu? Ya. Onda başladıq. Diqqətli bax, yumurta ikinci kasanın altındadır və fırlanacaq. Gözünü həmin kasadan çəkmə. Hansındadır yumurta? Ortadakı. İkinciyə baxaq. Üçüncüdəymiş dostum. Diqqətli bax, yenidən oynayırıq. Yaxşı.
Yumurta 3-cü kasanın altında gizlədilib və fırlanacaq. Sən də diqqətlə bax. Hansındadır? Birinci. Baxaq. Aferin sənə. Doğru cavabdır. İndi axırıncını oynayırıq. Bu dəfə də diqqətli ol. Yaxşı. Diqqətli bax və gözün həmin kasada olsun. Gözünü çəkmə həmin kasadan. Sonra da düzgün cavab verəsən. La 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 la. Hansında dost? İkinci baxaq. Aferin sənə. Doğru cavab verdin. Təbrik edirəm. Gedək görək Murad dostumuzun neçə xalı oldu. Getdi. Kazandın. Səni təbrik edirəm. İkinci oyunumuzu da oynamağa hazırsansa, xanadan birini seç. Hazır. 2. Neçə? 5. 5. Açılsın. Getdik. Qəhrəman Murad, xoş gəldin bizim sual-cavab oyunumuza. Deməli, dostum, bu gördüyün lövhədə sənə riyaziyyata aid suallar veriləcək və sən tez-tez həmin cavabları deməlisən. Vaxta da diqqət elə ya. Yaxşı dostum. Yaxşı. Vaxt bitməmiş doğru cavabları denən. Başladıq. İndi bunu hesablayacağım. Bəli, yox, bunu 6 üstə gəl 1 çıx 2. 5. 5. 7 üstə gəl 8 üstə gəl 5. 20. 20. 6 üstə gəl 8 üstə gəl 3. 17. 17. Aferin. 8 çıx 3 üstə gəl 5. 10. 10. 3 üstə gəl 6 üstə gəl 1. 10. 10. 3 üstə gəl 6 üstə gəl 3. Tez ol, tez ol. Ay, bax tamam oldu. 12. Get cavab verdin dostum. Gedək görək dostumun neçə xalı oldu. Getdik. Hə dostum, 70 xal qazandın. Səni təbrik edirəm. Və 70 manat dəyərində bizdən hədiyyə qazandın. Təbriklər. Sağ ol. Sən də sağ ol. Ay cırtdan. Hə. Mən özümə gələ bilmirəm. Bunların vəziyyətini görəndən sonra. Niyə çiçək bacı? Nə var ki orada? Bunların hamısının başını yeyib baxın da necədir. Hələ bilirsən başqa nə edirəm çiçək bacı? Yox, bilmirəm. Mən partada oturanda adımı orada yazıram. Çoxlu yazıram ki, bilsinlər ki, bura cırtdanın yeridir. Hələ bu harasıdır? Vay. Bu yenə öz əşyalarında, bu məktəbin əşyasıdır. Sən onu niyə yazırsan axı? Hələ bu harasıdır ki? Məktəbin həyətində zəng olanda bir ağacımız var, qəşəng ağaclarımız var da məktəbin həyətində. Orada gedirəm adımı yazmaq istəyirəm ki, yəni bu ağacın altı bizimdir, ağacın altı bizimdir. Sonra bir mahnı var idi. Çiçək bacı. Tut ağacım, ay. Bəsdir. Ağacı niyə yazırsan? Bilsinlər ki, bura cırtdanın yeridir. Kimdə də ora cırtdanın yeridir? Hə. Cırtdanın olan cırtdanın özü iləndir. Orada səndən başqa uşaqlar oturmur. Yoxsa o
partada səndən başqa uşaq oturmayacaq. Niyə yazıb xarab eləyirsən? Ora cəmaatın daxı, ora məktəbin daxı niyə belə eləyirsən sən? Ancaq deyinir, dalaşır, ancaq səhv tutur məndən. Ancaq səhv tutur məndən. Hə? Nə bilim ay uşaqlar, bə qalmışam. Yordun məni çiçək bacı, yordun məni. Bax özüm yazıram. Get başımdan. Hə? Sən də get burdan yaz Dayan görüm bir dəqiqə. Hə? Uşaqlar, bu nə vəziyyətdir? Dayan. Yoruldum. Bir dəqiqə cırtdan. Hə. Orada mən bəzi uşaqlara görürəm. Nəyi? Əli otağın niyə o gündədir? Ay çiçək bacı. Bir də sən bir söz deyim. Vay. Sən də yaxşı baxmırsan ha otağına. Kitabların gününə bax, hərəsi bir tərəfdə, karandaşın bir tərəfdə. Məsumə, məktəb, bura bax, məktəb çantanı ora niyə atmısan? Qapının ağzına da çanta atarlar. Vay. Heç xoşum gəlmədi. Çiçək bacı. Ay çiçək bacı, Bəli. sən əlini, Məsuməni boş ver. Bax mən deyirəm ki, hə, mən biz bildirməliyik də bu əşyalarda mən otururamsa, altında mən otururamsa bura mənim yerimdirsə, mən necə yəni ora adımı yazmamalıyam? Harda görülüb ki, bu mən adımı yazmamalıyam? Harda görülüb ki, adını yazasan deməkdənsə əksinə deyirik. Biz nəsə əksinə danışırıq söhbətlər. Yəni elə bil ki, burada cırtdan belə haqq sahibidir. Burada tələb eləyir haqqını. Nə bilim valla, mən qalmışam nə deyim. Cırtdan. Hə. Zəngin səsini eşidirsən heç olmasa? Hə, Öz aləmdə getmirsən ha yaman. Eşitdim, Uşaqlar, fikirləşdim. müsabiqənin vaxtıdır, zəngimiz var. Gedək müsabiqəyə, hə uşaqlar? Getdi, Bu uşaqlar. ağacın altı bizimdir. Uşaqlar getdi. Tut ağacım. Salam benim dostum, ağıllı dostum, qəhrəman dostum, necəsən? Yaxşıyam, sən necəsən? Mən də yaxşıyam. Görəsən bugünkü qəhrəmanımızın adı nədir? Əlmə. Əli Məhdi. Qəhrəman Əli Məhdi neçə yaşın var? 9. 9. Hə, onda oyunumuza xoş gəlmisən və səninlə tanış olduğumuza görə çox şad olduq. Deməli Əli Mən də Məhdi, oyunumuzda qaydalar bu cürdür ki, gördüyün bu xanalardan birini seçməlisən və yəni mənə deməlisən həmin xananın adını mən açacağam və gedəcəyik oyunumuza. Hansı xananı istəyirsən? Denən adını, rəqəmin adını denən mənə. 1, 2, 3, 4, 5, 6. La. Biri istəyirəm. Biri istəyirik. Açılsın bir, getdi oyunumuza. Dostum, Əli Məhdi, qəhrəman Əli Məhdi. Deməli, burada oyunumuzun qaydası bu cürdür ki, burada gördüyün sual işarəli qutuların içində sözlər var, kəlmə var. Yəni biz bu kəlməni tapmalıyıq. Nə cür tapmalıyıq? Birdən-birə tapa bilmərik ki, düzdür? Ona görə bizə yuxarıda şəkillər göstərəcəklər və həmin şəkillərə uyğun o sözü, o cavabı tapacağıq. Başa düşdün? Bəli. Açılsın şəkillər. La. Görəsən bizim bugünkü sualımız nədir? La. Aha, bura kök idman eləyir. Nə qəşəng, dovşan da orada idman eləyir. Pişik də burada qaçır. Aha, görəsən bunlar idmanı harda eləyirlər? Spor salonunda eləyirlər. İdman zalında. Görək cavab nədir? Aferin sənə! Doğru cavab verdin, idman zalı. Təbrik edirəm səni dostum. Getdik ikinci oyunumuza. Dostum, qəhrəman dostum 60 xal qazandı birinci oyunumuzdan. İndi keçək ikinci oyunumuza. Görək orada neçə xal qazanacaqsan. Necə qəhrəman olacaqsan? Xalı seç. Hansı rəqəmli xalanı istəyirsən?
Üçüncü. Üçüncü. Getdi. Hə dostum, qəhrəman dostum Əli Məhdi. Bu oyunumuzun qaydası bu cürdür ki, sən burada gördüyün qoyunların sayını mənə sayıb, dəqiq sayını mənə deməlisən. Və daha sonra əsas məsələ, əgər görsən ki, kənardan canavar gəlir, mütləq və mütləq şəkildə canavar gəldi deyərək qışqır. Toplan onda gedəcək, o canavarları qovacaq. Yaxşı dostum. Həm qoyunların sayını deyəcəksən, həm də canavarların gəliş xəbərini. Oyuna başladı. Diqqətli ol. Həm qoyunların sayını, həm də canavarların gəliş xəbərini deməyi unutma. Canavar gəldi, toplan qaç. Afərin sənə Əli Məhdi. Bax belə diqqətli ol. Həm canavarların xəbərini, həm də vaxt tamam olmamış qoyunların sayını mənə denən. Diqqətli ol. Diqqətli ol. Canavar gəlir. Tez denən dostum, tez denən. Afərin. Qoyunların sayı neçədir? Oyunlar sayı 16. Yox. Diqqətli say tez. Canavar gəldi. Diqqətli say tez ol, vaxt azalır. Qoyunların sayını mənə denən. Tez ol, denən vaxt qurtarır. 11. 11, baxaq görək. Ay. Qoyunların sayı 13 idi dostum. Eybi yoxdur. Gedək görək nə qədər xal qazandın. Getdi. Qəhrəman Əli Məhdi bizdən 60 xal qazandı və bu da o deməkdir ki, dostum bizdən 60 manat dəyərində hədiyyə qazanıb. Təbrik edirəm səni Əli Məhdi. Sağ ol. Oyunumuzdan xoşun gəldi? Bəli, xoşum gəldi. Qəhrəman cırtdanın qəhrəman dostu, sağ ol. Sağ ol. Bunların gününə bax. Bunların Nə olub gününə elə də bax, deyirsən ki, nə var orada? Bunların gününə bax. Bir balaca yazıb qoyub bura. Nə bilim vallah. Necə yazmalıyam ki? Yox, çoxlu yazıb atmalıyam. Bir balaca yazmalıyam da səhv İndi olur. bunları yığacaqsan, qəşəng təzədən bunun üstündə məşq eləyəcəksən. Xeyr. Görməyim səni yerə tökən. Bildin? Olmaz. Xeyr. Bax. Orada Məhəmmədə Niyə bax. kim gördü? Yenə kim Nə gördü? gözəl otağı var. Bax. Kimin? Bax, kitablarına bax necə rəflərə Kimin? düzüb. Ay, çiçək Deyirəm bacı. Məhəmmədin. Hə. Hələ Zeynəbin otağına bax. Zeynəblə Zəhra. Ay nə gözəl yığıblar. Nə olsun ki, nə var səliqəli ona bax. Hələ o karandaşlarını da göstərlər nə gözəl. Sən. Bax cırtdan, gözünə su ver. Baxdım da suyu nətər verim gözümə. Su gətirin oradan, su verirəm, gözüm su istəyir. Bəsdir də, ay cırtdan. Hər sözümə bir söz çıxardırsan. Ay, çiçək bacı, Olmadı ki. Demirsən gözünə su ver, gözün su istəyir. Mən sən çəkdim. Sənin yanında da bir atalar sözü işlətmək olmur. Gözünə su ver, yəni gözünə işıq ver. Su və gör bax, nə qəşəngdir. Gözüm. Ay Allah, adam ürəyi açılır belə otaqları görəndə. Yoxsa bəziləri kimi töküb töküşdürüb bura karandaşdan başı. Sən karandaşın başını yeyirsən ha. Bunu bilirsən, sonra sənin birinci karandaşın başı gedir ki, heç. Karandaş heç olur ki, heç. Olsun da. Hələ sənin dişin nə olacaq? Mənim çox maraqlıdır. Dişin o dəfəki kimi ağrırsa nə olacaq, mən bilmirəm. Xarab olacaq dişlərin. Çiçək bacı. Heç nə. Güya xarab olanda nə olur ki? Dişin xarab olanda nə olur? Dişim başıma gəlmişdi. Xarab olanda həkimə getməliyəm. Bəs güya karandaş xarab olanda nə olur ki? Sən də elə danışırsan ki, bu xarab eləmə, bunu xarab eləmə, ay cırtdan. Xarab belə olanda yazma. nə olur? Sən qəşəngcə bunları xarab eləyəcəksən. Bu qəşəng karandaşlar gedəcəklər hara? Zibil qutusuna. Sonra məcbur olacaq sənin nənən, ata-nanan bunu təzədən almağa. Sən xarab eləyəcəksən, təzədən alacaqlar. Xarab olacaq, təzədən alacaq. Nə olacaq? Mən özüm qəsd edirəm, əslində çiçək bacı. Niyə? Eləyirəm ki, nənəm mən təzələrin al. Yenə elədin bu hərəkəti. Atıram ki, belə yerə nənəm görsün ki, dəftərim qurtardı. Atın onu, atın. Ay, getmədi. Ay.
Ay. Bax, Ay, bu at, nə at, ver? ver. Ay, getmədi. Ver. Olmaz. Şş, bir də bu işi görmə yenə. Mən xoşum gəlmir. Heç olmasa mənim yanımda bu işi görmə. Küstüm səndən danışmıram. Mən də küstüm. Baxma mənə. Mən Baxma mənə dedim. buna bax sən. Yaxşı uşaqlar. Zəng gəlir. Cırtdan istəmir sizlə danışa. Zəng gəlir deyirəm. Gəlir, zəng gəlir. Uşaqlar, bir nəfərlə danışmıram mən, zəng Mən də gəlir. danışmıram. Gedin müsabiqəyə. Bir nəfərlə danışmasam da məcburuq gedək də müsabiqəyə. Uşaqlar gedək aşağıdakı nömrələr yadınızdan çıxmasın. Müraciət edin ora. Buna bax sən. Getdi. Salam benim dostum, necəsən? Xoş gəlmisən oyunumuza. Sağ ol. Adın nədir? İyi. Amir Hüseyin. Əmir Hüseyin, necəsən? Yaxşıyam. Neçə yaşın var? 6. 6. Mənim balaca qəhrəmanım. Oyuna hazırsansa başlayaq oyunumuza. Deməli dostum, burada gördüyün xanalardan birini seçməlisən. Yəni rəqəmin adını mənə denən, mən həmin xananı açacağam. Daha sonra həmin oyunu oynayacağıq. Hansını istəyirsən? 6. 6. Açılsın və getdi. Dostum, oyunumuza xoş gəldin. Deməli, bu gördüyün lövhədə sənə suallar veriləcək və sən düzgün suallara bəli, səhv olan yanlış suallara isə xeyr cavabı verəcəksən. Yaxşı? Yaxşı. Afərin. Başladıq. Bakı şəhərində sahil var? Bəli. Bəli. Azərbaycanın rayonları var? Bəli. Bəli. Azərbaycanda neft quruqları var? Bəli. Bəli. Üzeyir Hacıbəyli Azərbaycanlı olub? Bəli. Bəli. Biləsuvar Azərbaycanın rayonudur? Bəli. Bəli. Valideynlərimiz bizi çox istəyir? Bəli. Bəli. Afərin sənə. Hamısına doğru cavab verdin. Getdik xalımıza baxmağa. Dostum, bizdən 60 xal qazanıb. Təbrik edirəm səni. Hə dostum, indi keçək ikinci oyunumuza. Hazırsan? Bəli. Xanalardan onda birini seç. 1. 1 açılsın. Getdik. La 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 la. Hə dostum, oyunumuza xoş gəldin yenidən. Burada gördüyün qulaqçıq ki var, o qulaqçıqdan səslər gələcək və sən həmin səsin nə olduğunu mən cırtdana deməlisən. Və burada gördüyün qutudan da doğru cavab çıxacaq, göstəriləcək. Hazırsan? Bəli. Onda qulaqlarımızı açırıq və diqqətlə qulaq asırıq. Başladıq. Nə səsinə oxşuyur? Nə səsidir? Biraz möhkəm denən. Yıldırım. İldırım, baxaq görək. Şimşək, ildırım. Afərin sənə! Doğru cavab verdin. Qulaqların çox yaxşı eşidir dostum səni.
qəhrəmanım, 120 xal qazandın. Səni təbrik eləyirəm və bu da o deməkdir ki, 120 manat dəyərində Cırtdanın macəraları verilişindən hədiyyə qazandın. Necədir? Xoşun gəldi dostum hədiyyəndən? Bəli. Sevinmədi. Necə? Adam sevinəndə necə olur? Yuhu! 120 xal qazandım deyirlər. Sağ ol dostum. Sağ ol. Sağ ol. Sən də. Hələ bir buna baxın. Hələ bir buna bax. Küsməyim, nə eləyim? Baxın, bunun vəziyyətinə baxın. Bir dənə yazıb bura bax. Hələ bir dənə bura bax. Bu boyda vərəq bomboş, amma nə? Bir dənə m yazıb. Nə olsun ki? Nə olsun ki? Əyri çıxıb da xəttim. Nə eləyim ki? Özü sən mənim dəftərlərimə niyə əl vurursan? Hə? Keç öyrə mən sənə danışma. Belə dəftərləri çox istəyirsən. Küstüm səndən. Get məndən danışma. Mən də küsmüşəm səndən. Nə eləyək? Sən mənə de görüm, bir dəqiqə dayan görüm. Demirəm heç nə. Dayan da bir dəqiqə. Heç nə demirəm. Sən niyə qəssən bu işləri? Danışma məndən. Yerə başladın ağzımı əyməyə. Buna bax sən. Nə bilim uşaqlar, neyniyim mən? Buna bax sən. Haqq məndəndir, bəli. Haqq məndəndir, düzdür uşaqlar. Haqq səndən olur. Həm xanım. Eybi yoxdur. Mən bilmək istəyirdim ki, görəsən Cırtdan bunu niyə qəsdən eləyir? Yaxşı, biz danışmayaq. Qoy sizlə danışım. Görəsən niyə belə eləyir, hə Cırtdan? Nə ola bilər görəsən? Mən özüm bilərəm, özüm eləyirəm, nə eləyirəm, özüm. Mənə demə, uşaqlara de, uşaqlara da maraqlıdır görüm ki, sən niyə bunları qəsdən bu cür bu günə qoyursan? Çox maraqlıdır mənə də. Uşaqlar. Mənə maraqlı deyil. Cavab verməyin. Cavab verməyin. Mən sizə deyəcəm sonra, yaxşı? Onsa bayaqdan deyirəm, başa düşmürəm. Başa sala bilmirəm ki, mənim xəttim əyri olur. Mən bəs məktəbə nə cür gedəcəm? Müəllim deməyəcək ki, ay Cırtdan, sənin xəttin niyə bu cürdür? Səliqəli yazmalıyam da, hə? Səliqəli yazmalıyam mən. Gəlindi başa əyri sal. olur. Xəttin əyri olur. Bu karandaşın başına nə olub axı? Bu pozana nə olub axı? Yəni bu niyə bu hala düşməlidir? Çox maraqlıdır mənə. Yəni deyirsən qəsdən eləyirəm. O sözün yadımdan çıxmadı. Mən cavabımı hələ ala bilməmişəm. Sizə də demir. Yaxşı. Qoy olsun. Cırtdan bu işi görəndə bilirsiniz də uşaqlar. Nə olacaq? Nə olacaq? Bəli. Ağaclar xarab olacaq. Xarab olmur. Ağacın karandaşa nə aidiyyatı var? Nədən düzəlir? Sən danışma. Sənlə danışmıram, uşaqlarla danışma. Mən uşaqlarla danışıram. Mən də uşaqlarla danışıram. Sözümü kəsmə, imkan ver, mən sözümü danışım. Hə? Sən uşaqlarla da danışmırsan. Görürəm də uşaqlar da baxa qalıb da. Yaxşı. Kağızlar nə olur? Nəydən düzəlir? Ağacdan düzəlir. Ağaclar yavaş-yavaş olmayacaq. Cırtdan meşəsiz qalacaq. Sonra bəzi şeylər var ki, bəli. Məsələn, plastikdən düzəlir. Nə olur? Plastik də elə bilirsiniz heç nədən düzəlir? Yox. Enerji gedir ona. Nə qədər vaxt xərclənir, nə qədər məsələn insanların əməyi gedir. Olsun da Cırtdan xarab eləməklə məşğul olsun. Mən özə meşəyə ziyan vurmuram. Enerjiyə də ziyan vurmuram. Görürəm. Mənim ürəyim belə istəyir. Məktəbdə də görürəm dostlarım belə eləyir. Mən də qəsdən eləyirəm. Nənəm də mənə təzə karandaş alır, təzə qələm alır, təzə xətkeş alır, təzə dəftər alır. Qurtardı. Yazıq nənə. Doludur. Yazıq nənə. Pullarını sənin dəftər karandaşına xərcləyir də. Bəs xoşum gəlir. Sonra da nə olacaq? Bəli, nənə yorulacaq. Ata gedir, işləyir, əziyyət çəkir. Amma nə olacaq axırda? Yorulacaq. Buna bax sən. Qoy olsun. Nənə yorulacaq da, Cırtdan yorulmayacaq ki. Nənəm alır da özdə, nənəm alır. Hə, nənə pullarını ancaq elə belə boş-boş xərcləyəcək. Bəs mən neyniyim? Ay çiçək bacı. Çiçək bacı. Ay çiçək bacı. Nə oldu? Çiçək bacı yadınıza düşdü? Çiçək bacı, bəs mən neyniyim? Təzə qələm istəyirəm, təzə dəftər istəyirəm, təzə xətkeş istəyirəm. Mən bunları qırmasam, nənəm mənə almır axı. Niyə almır ki? Deyir ki, varındır da. Bax Cırtdan. Ay. Yaxşı, danışıram Cırtdan. Danışaq. Bax, bunları sən bu cür eləyə bilərsən ki, məsələn,
bax, ola bilər ki, bir karandaşdan ya bir dəftərdən ürəyin sıxılsın, məsələn, daha istifadə eləməyəsən və yaxud da xoşuna gəlməsin. Onu xarab eləməkdənsə, qoy bir qırağa. Elə dostun ola bilər ki, dəftər olmasın, karandaşı olmasın, xətkeşi olmasın, və hansı bir əşyası olmasın. Onda nə etmək olar? Onu ayırırsan, qoyursan və onu hədiyyə eləyirsən və sonra da elə bilirəm sənin nənən də bundan razılaşar. Onda sənə təzə məsələn karandaş ala bilər. Desəm ki, hədiyyə verirəm, hə? Hədiyyə vermişəm, razılaşır. Özü bilsə ki, o dostluğun ehtiyacı var, mütləq sənə kömək eləyər. Hər bir işin həlli var acıqdan. Sən özün fikirləşsən, ağlını işlətsən, axı sən ağıllıydın, nə oldu bilmirəm. Sənə bəzi vaxtda nələrsə olur. Yo, mən ağıllıyam. Mən sadəcə dostlarımdan gördüm deyə dedim, yəqin bu cür eləmək lazımdır. Yaxşı, cırtdan. Başa düşdün də məni? Başa düşdüm, hə. Başa düşdün? Nənəmə gərək deyim mən onu. Dəqiq. Barışdıq. Bu nə işdir görürsən? Mənə baxayım. Özüm də bilmirəm. Uşaqlar, hə, tapmaca demişdim. Bəs necə, yadınızda qaldı? Cavabı tapmışdınız? Yox? Yaxşı, onda kömək eləyim sizə. 4 qardaşım var, 4'ü də bir boyda. Uşaqlar, bu çox rahatdır ya. Adətən evimizin içində olur. Hə, oradan güzgü də asırıq, albomlar da asırıq, şəkillər də, hətta əl işlərimizi belə asırıq. Tapdınız? Tez göndərin aşağıdakı nömrələrə, cəld olun. Hə, Çiçək bacı, başa düşdüm ki, əşyalarımızla doğru rəftar etməliyik. Bilirsən, Çiçək bacı, başıma nə gəlmişdi? Nə gəlmişdi? Mənim otağım səliqəsiz idi. Nənəmin ayağının altına oyuncaqlarım ilişmişdi. Dedi, ay, cırtdan bunları yığışdır, buradan ayağıma ilişdi. Ay, ayağım. Bir çox anaların başına gələn bir işdir. Əli səndə də olur. Əli deyir ki, onda uşaqlar. Əlidə də olurmuş elə, vay. Bəli, mən burada bəzi uşaqları görürəm ki, hal-hazırda o vəziyyətdə otaqlarında. Otaqlarını yığışdırmayıblar, hə, mən də görürəm. Ay, Çiçək bacı. Amma yox, niyə? Bəziləri də yığışdırıb, Çiçək bacı. Burada bayaq dedim də, Muhammedin otağı çox səliqəli idi. Burada Zeynəb, Zəhra. Mən də yığışdırmışam, mən də. Sən də? Yox, söz verirəm ki, Çiçək bacı, ağacları ağlatmayacağam. Enerjinin sərf olunmasına çox belə şərait yaratmayacağam. Yəni, əşyalarımızla doğru rəftar eləsək, inanıram ki, çox belə ağaclar da xarab olmayacaq. Əşyalarımız da çox dükandan, necə deyim, Çiçək bacı, alınmayacaq da, pis də çıxır sözüm. Yox, dükandan alınmaq bir yana, o dükandan həmişə alan olacaq. Amma biz də elə belə almayaq da. Heyf daxı, uşaqların məsələn, lazım olan vaxtda atalar niyə görə bu qədər çox əziyyət çəksinlər, çox işləsinlər? Onların da istirahətə ehtiyacı var, bu qədər enerji gedir. Yəni, orada zavodda da işləyən adamdır da, yəni. Hə də, Çiçək bacı, onlara da əziyyət olur da. Bəli. Sonra niyə biz, məsələn, niyə cırtdan meşəsiz qalsın ki? Yox, cırtdanın meşəsi olmalıdır. Tək cırtdanın yox, Çiçək bacı, bütün insanların meşəyə ehtiyacı var da. Onun üçün də biz diqqətli olmalıyıq. Diqqət, əziz uşaqlar. Əşyalarımızla rəftarımıza diqqət etməliyik. Doğru rəftar etməliyik. Heç nə. Siz də bizə şəklinizi çəkin, göndərin. Yəni əşyalarınızın, otağınızın. Görək necə saxlayırsınız siz əşyalarınızı, otaqlarınızı. Hara göndərsinlər Çiçək bacı? Hara göndərsinlər? Aşağıdakı nömrələrə. Məsələn, bax, mən burada bəzi uşaqların ki, adını çəkdim. Məsələn, burada Salihin otağı kimi, Muhammedin otağı kimi, Zeynəblə Zəhranın, Məryəmin otağı kimi. Baxın onlara nə qəşəngdir. Siz də qəşəng otaqlarınızın şəklini çəkin, göndərin və müsabiqə, tapmaca. Bəli, təkcə bu nömrə təkcə onun üçün deyil ki, müsabiqə və tapmaca üçün də ora müraciət edəcəksiniz uşaqlar. Hə, uşaqlar. Bugün də bu qədər. Biz sağollaşmalıyıq. Uşaqlar, özünüzə yaxşı baxın, əşyalarınıza da yaxşı baxın. Sabaha qədər. Sağ olun uşaqlar. Mən balaca cırtdanam.